Hələ görəsən, özü də eşitmişik. İstəyirəm ki, orada Rafi əlini orada bir kəlmə ilə çıxıt eləyib, o sözü başlayam. O sözü deyəm keçən mətləb üstə. Bundan beləsini də bilirsin, mən də bilirəm. Ayan bağışlasınlar, götür bir sözün duvara bəndin, götürsün burada görək, zar-ı kərəm üstünə deyil. Qəlbələ onadır ki, vəzədinə gəlir, onadır ki, mürəkkəbsiz yazılır. Belə sarraflı xərid eylədilər, gövhəri qızı, o nədə daldın ağlı gölü qatları. Fatı qutaranın soxrayəni, o nədir ki, öz-özünə gəzilir, o nədir ki, mürəkkəbsiz yazılır, hansı sarraflı xərid eylədilər, gövhər qızılı, o nədə dağda, ağlı göylü qarıdır. Bu sözü deyən neylə bilginən ki, bu tula yəmud, bu biçarənin bildiği də qadınlar. Çox fikirləşdi. Ədəb, bu nə sözüdür, mənə dedi bu. Yəni ki, bədbəxtdir, əgər məscid-i azimə bəsalzət, ya tab firu ayəd, ya qiblə kədi ayəd. Bəl qəza orada tutqun. Dedi, gəlsən, sənə mənim bir xahişim var. Nə olar oğul? Sən mənim elə şəhidimsən, mən sənin ustadınam. İcaza verginən gedək bir saat istirahat edək, ki, nə də sözümüz sözdür. Dedi, nə, icaza bundan sonra sənindir. O əmr sənindir, amma söz məndir. İcaza istəyib, Aşıqəli yavaş-yavaş gəlməkdə olsun. Bunun xanımı belə təsəvvür edirdi, əli gedib toydadır. Elə bir zaman qapını təqqılbab edir. Belə baxdı, Tumar xanım gördü ki, əli qapıdan keçdi içəri. Əli, niyə gəldin? Dedi, ay bədbəxtli zamanı, mən gördüyümü elə dünəndən görmüşdüm. Sən tez mənə bir-iki dana çörək ver, mən neyinirsən? Dedi, mənə çörək ver, mənim çox salaqdır ki, bir-iki dana çörək qoy, mənim dəstər xanıma, mən bu məmləkətdə qaldım. Nə oldu sənə? Dedi, bundan artıq söz olmaz. Mən dost düşman içində, mən Aşıqəli olam, bir nəfər şəhid mənə burada bu sözünə məni xıt eləyə yatır.